10-cu 2 dərsimiz kranial osteopatiya, bir də avtonom vegetativ sinir sisteminin osteopatiyası ilə məşğul olduq. Hazırda demək bizim tələbəmiz kranial osteopatiyadan bir liftingi göstərir. Kranial osteopatiya demək olar ki, bütün osteopatiyaları edəndə də mütləq istifadə olunan bir texnikdir. Alın nahiyəsində frontal payda olan deməli gərginliyi aradan götürürük. Orada içərdən gedən köndələn lifləri, qorizontal lifləri boşaldırıq və bu fluktuasiya bütün onurğa boyu gedərək digər orqanlara da yayılır, hətta visceral orqanların da fəaliyyətini yaxşılaşdırır. Burada həm mübadilə pozğunluğu aradan götürülür, qan dövranı yaxşılaşdırır. Beyin qan dövranı yaxşılaşdığı üçün yuxu ritmi normallaşır. Yuxu ritmi normallaşanda da insan çox sakitləşir, rahatlaşır və orqanizmdə ümumi rahatlıq və tarazlıq yaranır. Xəstə hər bu osteopatik prosedurdan sonra özünü çox rahat hiss eləyir. Həm də çox gözəldir ki, dərmansız olaraq heç bir xəstəyə sidik qovucu, təzyiqi salan preparatlar, ağrı kəsicilər işlədilmədən yalnız və yalnız həkimin əl barmaqları ilə həkim onu hiss edərək mədəciklərdə olan gərginliyi aradan qaldırır, təzyiqi aradan götürür, beynin sərf qişasında olan dartınmanı aradan qaldırır. İnsan özündə tam bir